Sual 12. Hansı maddələr oksigenlə reaksiya daxil olmur? Deməli, amonyak oksigenlə reaksiya daxil olacaq. Nə alınacaq? Amonyak əgər oksigenlə reaksiya daxil olanda katalizator işlədilmirsə, N2 və su alınacaq. Yox, katalizator işlədilirsə, NO və su alınacaq. Yəni, qısas reaksiya daxil olacaq. Ona görə də 1 olan sıranı çıxdım, 1 getdi. Amonyak reaksiya daxil olur. Həmçinin SO2 də reaksiya daxil olacaq. Səbəb, çünki kükürt 6-cı qrup elementidir. 6-cı qrupun elementlərinin baş oksidi RO3-dür. Yəni, SO2-dən SO3-ə qədər qalxa bilər kükürt burada. Element əgər maksimum oksijen mərhələsində deyilsə, bu zaman bunun oksidi oksigenlə reaksiya daxil ola bilir. Yəni, bu gördüyünüz oksigenlə reaksiya daxil ola biləcək. Bu da getdi. Oksigen qiymətli pasiv metallarla reaksiya daxil olmur. Ona görə də ikinci reaksiya getməyəcək. Həmçində element baş oksidlərlə reaksiya daxil olmur. Daha sonra oksigen baş oksidlərlə reaksiya daxil olmurdu. Alüminium O3 də baş oksiddir. Ona görə düzgün cavabımız 2 və 4 olacaq, yəni A variantı. Sual 13. 16 qram kükürdün yanması zamanı neçə qram SO2 alınar? Dəyərlər reaksiyanı yazıram. 13 yazaq. S üzərinə gəlirəm O2, buradan alınacaq SO2. Sonra neyinəyə gəlin bu reaksiyanı bir baxaq ki, əmsallaşmaya ehtiyacı var, yoxsa yoxdur? Baxırıq ki, əmsallaşmaya ehtiyacı yoxdur. Niyə? Çünki sağda solda atomların sayı bərabərdir. Və mən reaksiyada nə görürəm? Görürəm ki, burada 1 mol, yəni 32 qram kükürt reaksiya daxil olub. 1 mol, yəni 64 qram SO2 alınıb. Dəyərli dostlar, niyə 64 qram dedim? Çünki kükürdün ayrı 32-dir. Oksigen də 16 dayağında 2 var deyə 32. 2-dən 32-ni toplayınca da 64 edir. Qısası 32 qram kükürdün yanmasından 64 qram SO2 qazı alınır. Mənə deyir ki, görəsən 16 qram kükürdün yanmasından nə qədər SO2 alınır? Allah bilər nə qədər alınır. Bilmirəm. X. X də Allahın izniyle biz bilirik ki, bunu tapmaq üçün nə edəcək? 16-nı 64-ə vuracaq və böləcək 32, bu da eləcək 32. Yəni düzgün cavabımız A variantı olacaq. Sual 14. Bizə deyir ki, fotosintez prosesində 20 mol su reaksiya daxil olarsa, bitki tərəfindən neçə mol karbon qazı udular? Birinci, yəni fotosintezin reaksiyasını yazaq. Fotosintezin mübarək reaksiyası belədir. CO2 üzərinə gəlirəm H2O, alınır oksigen və alınır C6H12O6. Dəyərlər, bax, oksigenin də, suyun da, karbon qazında önünə 6 atırıq. Və mən nə gördüm? Gördüm ki, neçə mol su reaksiya daxil olubsa, o qədər molda karbon qazı reaksiya daxil olur. İndi mənə deyir, 20 mol su reaksiya daxil olub. Deməli, belə çıxır ki, 20 molda karbon qazı udulacaq. Deməli, üçün cavabımız C variantı olacaq. Sual 15. Hansı maddə yanmır? Düzgün cavabımız olacaq karbon qazı. Səbəb, çünki karbon qazının formulu CO2-dir. Dəyərli dostlar, karbon qazı burada 4 valentlidir. Karbon da 4-cü qrupun elementidir. Yəni, maksimum valenti 4 valentlidir. Qısası karbon burada maksimum valentində, yəni baş oksidindədir. Element də baş oksidində oksigenlə reaksiya daxil olmaz. Sual 16. Hansı maddə havada yanır? Düzgün cavabımız dəm qazıdır. Səbəb, çünki, baxın, dəm qazının formulu belədir, CO-dur. Karbon burada maksimum valentində deyil. Əgər element maksimum valentində deyilsə, oksidindən, söhbət oksidindən gedir. Əgər element baş oksidində deyilsə, yəni oksidində maksimum valentində deyilsə, o zaman bu oksigenlə reaksiya daxil ola bilər. Yəni CO məmnuniyyətlə oksigenlə reaksiya daxil olacaq. Bax, reaksiyanda yazıram. Çünki CO üstə yazıram oksigen, alınır CO2. Gördüyünüz bu karbon qazına çevrilə bilər. Sual 17. Yanmayan maddənin formulunu göstərin. Düzgün cavabımız silisium O2-dir. Niyə? Çünki silisium O2-də silisium maksimum valentindədir. Baş oksidindədir, maksimum valentindədir. Element də baş oksidində olanda oksigenlə reaksiya daxil olmur. Oksigenlə reaksiya daxil olmursa, deməli bu maddə yanmır. Sual 18. Yanmayan maddənin formulunu göstərin. Düzgün cavabımız C variantı olacaq. Niyə? Çünki karbon qazında karbon maksimum valentlidir, yəni 4 valentlidir və baş oksidindədir. Baş oksidində olanda da element oksigenlə reaksiya daxil olmur. Oksigenlə reaksiya daxil olmursa, deməli yanmır. Sual 19. Hansı reaksiyalar yanma reaksiyalarıdır? Yanma reaksiyaları maddənin üstünə oksigen gələcək və bu reaksiya istiliyin və işığın ayrılmasından gedəcək çox sürətlə baş verən bir reaksiya olacaq. Ona görə düzgün cavabımız 1 və 3 olacaq. Baxın, burada dəmirin üstünə oksigen gəlmişik, dəm qazının üstünə oksigen gəlmişik. Bitdi. Sual 20. Hansı reaksiyalar yanma reaksiyaları deyil? Yanma reaksiyaları maddənin üstünə oksigen gəlməyinə gedən reaksiyalar idi. Yəni 1-3 yanma reaksiyalardır. Amma ikinci və dördüncü reaksiyalar da maddənin üstünə su gəliblər. Bu yanma reaksiyaları deyil. Ona görə düzgün cavabımız 2-4, yəni olacaq D variantı. Sual 21. Yanğının söndürülməsi üçün hansı maddələrdən istifadə oluna bilər? Yanğının söndürülməsi üçün o maddələrdən istifadə olunacaq ki, o maddələr yanmırlar. Yəni, baxın, birinci növbədə biri çıxıram. Niyə? Çünki bu dəm qazıdır. Dəm qazı yana bilər. Çünki burada karbon
aşağı oksijen dərəcəsindədir. Hələ ki müsbət karbon 4-cü qrupun elementidir. Maksimum valentliyi də 4 valentlidir. Maksimum oksijen dərəcəsi müsbət 4-dür. Yəni hələ ki bu müsbət 2-dən oksigen qəbul edərək müsbət 4-ə, yəni karbon qazına çevrilə bilər. İmkanı var, yəni yana biləcək. Ona görə də bundan istifadə eləmək olmaz. 1 olan sıranı çıxdım buradan. Gəlirəm 2 olan sıradan istifadə edə biləcəyimi? Bəli, istifadə edəcək. Çünki karbon qazı yanmır. Oksigen reaksiya daxil olmur. Onda belə çıxır, onu yanğın söndürmədə istifadə etmək olar. Bunu götürəcəm. 2 olan sıra %100 doğrudur. Ona görə bu variant getdi, bu variant getdi. Gələk görək H2S. Təbii ki, H2S də yana biləcək. Yəni ona görə də bunu da götürməyəcək. Oksigen reaksiya daxil olur burada. 4-cüyə baxıram. Dəyərlər 4-cüdə oksigen reaksiya daxil olmayacaq. Çünki düşür burada maksimum valentidədir. Yəni baş oksidindədir. Daha doğrusu silisium. Baş oksidindədir. Hə, baş oksidindədirsə oksigen reaksiya daxil olmur. Oksigen reaksiya daxil olmursa deməli yanmır. Düzgün cavabımız 2-4, yəni C variantı olacaq. Sual 22. Yanğın söndürməsi üçün hansı maddələrdən istifadə oluna bilməz? Yəni o maddələrdən istifadə edə bilməzsiniz ki, o maddələr yanır. Karbon qazı və silisium O2 bunlar yanmırdı. Bunlardan istifadə eləmək olar. Amma birinci və üçüncü maddələr oksigen reaksiya daxil olur. Ona görə də bunlardan istifadə eləmək olar. Düzgün cavabımız 1-3, yəni D variantı olacaq. Sual 23. Bizə element vermiş, maksimum minimum oksijen dərəcəsini soruşur. Dəyərli dostlar, elementimiz oksigen isə bunun maksimum oksijen dərəcəsi müsbət 2-dir. O da hansı maddədədir? O flor 2 maddəsində müsbət 2-dir. Və bir də bunun minimum oksijen dərəcəsi də mənfi 2-dir. Əksər birləşmədə oksigen mənfi 2 oksijen dərəcəsi göstərir. Ona görə düzgün cavabımız olacaq A variantı. Sual 24. Hidrogen və oksigen üçün ümumi olan nədir? Xlorun reaksiya daxil olmaları, oksigen xlorun reaksiya daxil olmur. A variantı getdi. Havadan yüngün olmaları, oksigen havadan ağırdır. Bu variantda getdi. Alüminiumla reaksiya daxil olmaları, hidrogen alüminiumla reaksiya daxil olmur. Bu variant getdi. Y variantında fosforun reaksiya daxil olmaları. Bu variantda yanlışdır. Çünki hidrogen fosforun reaksiya daxil olmur. Hə, qələm metallarının reaksiya daxil olmaları, hər ikisi qələm metallarının reaksiya daxil ola bilirlər. Məsələn, kalium üzərinə gəlirəm oksigen. Buradan alınacaq kalium O2, yəni kalium superoksid. Kalium üstünə gəlirəm hidrogen, bu da alınacaq kalium hidrid. Gördüyünüz kimi reaksiyalar getdi. Ona görə düzgün cavabımız D variantı. Sual 25. Fotosintez prosesində 12 mol oksigen ayrılarsa bitki tərəfindən neçə litr karbon qazı udular? Gəlin fotosintezin reaksiyasını yazaq öncəliylə. Fotosintezin reaksiyası 6 mol karbon qazı, üzərinə gəlirəm 6 mol deməli su, buradan alınacaq 6 mol oksigen və 1 mol C6H12O6, yəni glikoza. Dəyərlər. Biz burada nə görürük? Görürük ki, neçə mol oksigen ayrılıbsa, o qədər molda karbon qazı reaksiya daxil olur. Deməli, əgər 12 mol hidrogen, daha doğrusu oksigen ayrılıbsa, deməli 12 molda karbon qazı udulmuşdur. Düzgün cavabımız Y variantı olacaq. Sual 26. Hansı duzların termiki parçalanmasından oksigen ayrılar? Birinci reaksiyamızdan oksigen ayrılacağımı? Bəli. Çünki reaksiya bu şəkildə gedəcək. Kalsium NO2 2 dəfə üzərinə gəlirəm O2. Oksigen aldım, bəli, təbrik edirəm. İkinci reaksiyamızdan alınmayacaq. Niyə? Çünki buradan alınacaq sink oksid, üzərinə gəlirəm karbon qazı. Hanı burada oksigen. Üçüncü reaksiyamızdan da alınacaq kalium 2 mangan O4, üzərinə gəlirəm mangan O2, üzərinə gəlirəm O2. Oksigen alındı mı? Bəli, alındı, təbrik edirəm. Deməli belə çıxır ki, birinci və üçüncüdən, yəni C variantındakılardan oksigen ala biləcəyik. Sual 27. Hansı maddələri bir-biri ilə qarşılıqlı təsirdə ola bilər? Kükürlə yod reaksiya daxil olmur. Bu variant getdi. D variantında aurum və nitrat turşusu verilir. Ümumiyyətlə, aurum və platin heç bir turşu ilə reaksiya daxil olmur. D bu variantımızda getdi. Y variantda alüminium və hidrogen göstərilib. Hidrogen ancaq aktiv metallar və maqneziumla reaksiya daxil olur. Ona görə bu reaksiyada getmir. C variantında xlor və oksigen verilibdi. Xlor oksigen heç bir halogenlə reaksiya daxil olmur. Ona görə C variantda getdi. Ha, amma kuprimlə oksigenin reaksiyasından bal kimi də reaksiya gedəcək və buradan alınacaq mübarək kuprim oksid. Ona görə B variantı doğrudur. Sual 28. Hansı maddələr bir-biri ilə qarşılıqlı təsirdə ola bilər? A variantında mümkün deyildi. A variantı getdi. Deməli, niyə? Çünki kükürlə yod reaksiya daxil olmur. Aurum heç bir turşu ilə reaksiya daxil olmur deyə D variantı da getdi. Hidrogen alüminiumla reaksiya daxil olmur. Oksigen heç bir halogenlə reaksiya daxil olmur deyə C variantı getdi. Alüminiumla oksigenin reaksiyasından alınacaq alüminium 2O3, yəni reaksiya gedəcək. Düzgün cavabımız B variantıdır. Sual 29. 2 mol hidrogen və 1 mol oksigenin qarşılıqlı təsirindən neçə mol su alınır? Gəlin reaksiyanı yazaq. H2 üzərinə gəlirəm O2. Buradan alınacaq H2O dəyərlər. Bunun əmsalı 2, bunun da əmsalı 2 bitdi. Və mən nə görürəm? Görürəm ki, 2 mol hidrogen və 1 mol oksigendən 2 mol su alınır. Ona görə düzgün cavabımız C variantı olacaq.
Sual 30. Hansı maddələr parçalandıqda bir bəsit və bir mürəkkəb maddə alınar? Dəyərlər, düzgün cavabımız olacaq. Baxın, bu gördüyünüz kalium NO3. Niyə? Çünki bu parçalananda alınır kalium NO2, üstünə gəlim O2. Görürsünüz, bu mürəkkəb maddə, bu da bəsit maddə. Sual 31. Hansı maddə parçalandıqda iki bəsit maddə əmələ gələr? Düzgün cavabımız olacaq B variantı. Səbəb, çünki burada alınır H2, üzərinə gəlim O2. Gördüyünüz kimi hər ikisi bəsit maddədir. Yəni bir növ atomdan ibarətdir. Sual 32. Laboratoriyada oksijeni hansı maddələrdən alırlar? Kalium nitratdan almaq olarmı? Bəli. Kalium nitrat dediyimiz kalium NO3 maddəsidir. Bu da parçalanır. Kalium NO2 üstərim O2 alınır. Sonra havadan almaq olarmı? Havadan alınır, amma bu sənaye metodudur. Laborator metodu deyil. Ona görə də bu variantı çıxdıq. Kalium permanganatdan, kalium permanganat dediyimizdə baxın bu maddədir. Kalium mangan O4 ki, bu da parçalananda alınır. Kalium 2 mangan O4 üstərim mangan O2 üstərim O2. Qısası oksigen alınır. Ona görə düzgün cavabımız 1, 3, yəni D variantıdır. Sual 33. Kuprum sulfat duzunun suda məhlulunda elektroliz zamanı anodda alınan maddə 2 dənə mübarək nöqtə qoyub bizim üçün. Gəlin belə eləyək. Kuprum SO4 üstünə gəlirəm su. Bu maddəni elektroliz eləyək. Bu maddəni elektroliz eləyəndə mis passiv metaldır. Passiv metallar məhlulda elektroliz zamanı özləri ayrılacaqlar. Yəni mis tıpış-tıpış belə qaçıb gələcək bu tərəfə. Mis çıxdı, getdi. Qaldı SO4'ümüz. SO4 da oksigenli turşu qalığı olduğuna görə özlərinə sıxışdırıb parçalanmırlar. Nə edirlər? Yazı suyu parçalayıb oradan oksigen çıxardırlar. Oksigen də getdi. Dəyərlilər, əgər görsəniz, elektrolizin sonunda turşu qalığı qalır, yəni SO3 qaldı da, özü getmədi ki, heç yana. Əvəzində suyu parçalatmışdı, özü qalmışdı yerində. Əgər görsəniz, turşu qalığı qalır, bu turşuya çevriləcək. Yəni SO4 turşu qalığı da H2SO4 turşusuna çevriləcək. Ona görə də indi nə deyir bizə? Deyir ki, elektroliz zamanı anodda ayrılan maddə. Anodda ayrılan maddə gördüyünüz bu oksigen qazıdır. İndi oksigen qazı barəsində biz fikirlərə baxırıq. Higroskopikdir, yəni su uducudurmu? Xeyr. Kəskin ili qazdırmı? Xeyr, qoxusu yoxdur. Elektrik cərəyanı keçirmi? Xeyr, elektrik cərəyanı keçirmi? Ən yüngül qazdırmı? Xeyr, bu da deyil. Niyə dostlar? Ən yüngül qaz hidrogen qazıdır. Yanmaya kömək edirmi? Bəli, yanmaya kömək edirmiş. Sual 34. 10 metr kub metan və 2 metr kub hidrogen qarışığını tam yandırmaq üçün neçə metr kub hava lazımdır? Gəlin bu maddələri yandırmaq üçün nə qədər oksigen lazımdır, onu tapaq. Sonra bu qədər oksigen nə qədər havanın tərkibində var, onu tapaq. Birinci əməliyyatımızı aparıq. Deməli, metan verilibdir bizə və onu yandırırıq. Metan da yanında alınır karbon qazı və alınır su. Sonra bunu abra salaq, yəni neynəyək? Bunu əmsallaşdıraq. Bura 2 atıram, bura 2 atıram, bitdi. Və mən nə görürəm? Görürəm ki, hər dəfə 2 litr əgər 2 metr kub metan yansa, daha doğrusu 1 metr kub. Hər dəfə 1 metr kub metan yansa, ondan 2 dəfə artıq 2 metr kub oksigen yanmağa kömək eləyəcək. Mən əmsallara əsasən bu fikrə gəldim. İndi mənə deyir 10 metr kub metan. Baxın, burada deyib bizə 10 metr kub metan yanında nə qədər oksigen lazım olacaq? X deyək buna bir. X da buradan bərabər olacaq. X bərabər oldu 20 metr kub. Qısası, birinci reaksiyamız üçün 20 metr kub oksigen lazımdır bizə. Gəldi ikinci reaksiya. Hidrogen də yandıraq. Hidrogen də yananda bu gözünə döndüyümdə reaksiyadan alınacaq H2O. Və bunu abra salaq. Bura 2, bura 2 atdığımı bitdi. Və mən reaksiyada nə görürəm? Hər dəfə 2 metr kub əgər hidrogen yansa, ondan 2 dəfə az 1 metr kub oksigen mənə lazım olur. İndi mənə şərtdə deyib elə 2 metr kub. Qısası, birinci reaksiyamızdan 20 metr kub, ikinci reaksiyamızdan da 1 metr kub oksigen lazım oldu. Qısası, ikisi bir yerdə nə qədər oldu? 21 metr kub oksigen lazımdır bizə. Bu hələ bizim cavabımızdır mı? Xeyr. Bu, lazım olan oksigendir. Bəs bu qədər oksigen neçə metr kub havanın içində var? Gəlin onu hesablayaq. Dəyərli dostlar, havada oksigenin həcmi 21%'dir. Yəni bu gördüyünüz ədəd havanın sadəcə, yəni bu 21 metr kub, bu qədərlik bir oksigen havanın sadəcə 21%'dir. Mənə lazımdır havanın 100%'i tamı bəs nə qədərdir? Onu bilmirəm, buna bir Y deyim, qoy qarışmasın. Y də buradan bərabər olacaq 100 metr kub, yəni düzgün cavabımız Y variantı olacaq.